Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Qısa olaraq bir məsələ barədə nəsihət etmək istəyirəm və bu məsələni çox ciddi görürəm. Böyük bir problem olaraq qəbul edirəm və bunun həqiqətən də hər kəs tərəfindən belə qəbul edilməsi lazım olan bir mövzu olaraq görürəm. Baxın, əziz qardaşlarım, əziz bacılarım, elhamdülillah hər birimiz övlad yetişdirir, hər birimizin övladı var. Övladı olmayanlara, bu arzuda olanlara da Allah Azze ve Celle salih övladlar, gözünün aydınlığı olan övladlar nəsib etsin, əmin. Bu danışmaq istədiyim məsələ, üzərində durmaq istədiyim məsələ oyunlar məsələsidir. Baxın, neçə zamandır bu mənim ağlımdadır. Xəbərlər görürəm, xarici ölkələrdə, bizim ölkəmizdə bəzi xəbərlər görürəm ki, həmin xəbərlərdə bəlli yaşa çatmış uşaqlar oynadıkları oyun səbəbilə ətrafında olan insanlara qarşı şiddət göstərirlər. Evdə öz valideynlərinə qarşı üsyankarlıq göstərirlər. Məhəllədə oynadıkları uşaqlara qarşı şiddət göstərirlər. Bəziləri bunun şiddətin sərhəddini artıraraq silahlı bir şəkildə yanındakı insanlara zərər verərək cinayət törədirlər. Və təməlinə baxırıq ki, bu proseslərin təməlində nə dayanır? İnsanların oynadığı oyunlar, o uşaqların oynamış olduğu bəzi oyunlar, o içəridə olan, oyunların içərisində olan bəzi şiddət verici hadisələrin uşaqların şuur altında normal olaraq göstərilməsi, baş verəcək hadisələrə belə reaksiya verilməsi lazım olduğunun uşaqlara aşılanmasıdır. Və sonra valideynlər nə edir? Başlayır şikayət eləməyə ki, nə üçün mənim övladlarım mənə itaat etmirlər, nə üçün mənim övladlarım Rəblərinə, onları yaradan Allaha ibadət etmirlər və s. Səbəblər budur, qardaşlar. Uşaqların əlindən telefonları yığışdırmaq lazımdır. Bu telefon, bəli, bir nemətdir. Əgər ondan düzgün istifadə edirsənsə, bir nemətdir. Oradan elm də öyrənə bilərsən, faydalı işlərlə də məşğul ola bilərsən. Amma sən onun sərhədlərini qoruya bilmirsənsə, o telefon sənə bir bəladır. Bu, həm böyüklər üçün belədir, həm uşaqlar üçün belədir, böyüklər üçün də belədir. Bütün gün sosial şəbəkələrdə gəzib, əgər Allahın kitabını oxumursansa, namazın vaxtlarını geciktirirsənsə, ibadətlərə laqeyd yanaşırsan və bunun ən əsas səbəblərindən birisi də telefondursa, artıq bu sənə bir bəla olmuş oldu. Bu faydadan, nemətdən çıxmış oldu. Eyni ilə biz böyük insanlar bu telefon qarşısında özümüzü idarə eləməkdən bəzən aciz qala biliriksə, bizim himayəmizdə olan, bizim yönləndirməmizdə, bizim tərbiyəmizdə olan övladlarımız bizdən də qat-qat aciz bir vəziyyətdə qalırlar o telefon qarşısında. Ona görə övladlarımızı qorumalıyıq, qardaşlar. Və övladlarımızı qorumaq üçün də əsas təməl səbəblərdən yapışmalıyıq. Necə ki Allah Azze ve Celle buyurur ki, Ya eyyühəl-ləzine əmənu qu ənfusəkum və əhlikum naran. Ey iman gətirənlər, özünüzü və əhlinizi ateşdən qoruyun. Və biz əgər ailəmizi, övladlarımızı qorumaq istəyiriksə, təməl məsələlərdən yapışmalıyıq. Onlardan birincisi nədir? Özümüz. Özümüzü qorumalıyıq. Yəni, özümüzü övladlarımızın qabağında telefondan qorumalıyıq ki, onlar da bizdən bu tərbiyəni alsınlar. Bu birinci məsələ. İkinci məsələ isə, özümüzü qoruduqdan sonra övladlarımıza zərər verəcək, onların imanına zərər verəcək, onların fiziki olaraq özlərinə zərər verəcək şeylərdən onları qorumalıyıq. Yəni, düşünün, bu oyun elə bir böyük fitnədir ki, uzun illər öncə Mavi Balina oyunu deyilən bir oyun var idi. Azərbaycanda bilmirəm, olub bu. Türkiyədə çox məşhur bir oyun idi. Mən orada təhsil olan vaxtlar xəbərlərdə qabağıma çıxırdı. Uşaq özünü asırdı, pəncərədən atırdı və s. Və araşdırıb baxırdılar ki, özünə qəsd edən, özünü öldürən uşaqların hamısı bu oyunlarla məşğuldurlar. Yəni, bu Mavi Balina oyunu oynayırdılar və orada onlara nə aşılanırdısa, onlar onu yerinə yetirirdilər. İndi Allah qorusun, biz əgər övladlarımızı bu oyunlardan, bu telefondan, bu zərərli şeylərdən qorumasaq, bu problem bizim evimizin içinə də gəlib gələcək. Ona görə özümüzü və nəfsimizi, əhlimizi qorumalıyıq və bu qorumanın yolu da dinimizə tam olaraq bağlanmaq, sıxı-sıxı tutunmaq və övladlarımızı fitnə olan şeylərdən gücümüz çatdığı qədər qorumaqdır. Dediyim kimi, bunda iki yol var. Birincisi, özümüzü qorumaq. Necə İbn Abbas radiyallahu anh ayətlə bağlı buyurur ki, Allah Azze ve Celle ayədə nə buyurur? Özünüzü qoruyun, sonra əhlinizi qoruyun. Özünü qorumaqdan aciz olan əhlini qoruya bilməyəcək.
mütləq özümüzü qorumaq. Yəni biz telefon qarşısında aciziksə və bütün gün telefonla oynayırıqsa, uşaqlarımız da bizə baxacaq ki, ata bütün gün telefonla oynayır. Deməli belə olmalıdır da. Bu yaxşı şeydir. Mənim nümunəm atamdır, anamdır. Atam, anam bütün gün telefondadır. Uşaq da telefonda olacaq. Onda nə etmək lazımdır, qardaşlar? Özümüzü birinci qorumalıyıq. Bu telefon bəlasından qurtulmalı və mümkün qədər faydalı hissələrindən istifadə etməli və çox hissəni buna ayırmamalıyıq. Həyatımızda çox hissə əhatə eləməməlidir telefon. İkinci olaraq da övladlarımızı və ailəmizi qorumalıyıq. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Velhamdülillahi Rabbil alemin.